Üzr istəyirəm. Nəsim bəy ola bilsin ermənilər o qədər tanımır. Mən Ermənistanda doğulmuşam, orada təhsil almışam. Bizə orta məktəbdə erməni tarixi tədris edirdilər, erməni dili tədris edirdilər. Yəni ermənilərin tarixini də bilirik, onun dilini də bilirik, onun mədəniyyətinə də bələdik. Ermənilərin bu qanında var, bu xəyanət, bu Türkiyə düşmənçilik təkcə Rusiyadan bağlı deyil. Bunu tarixdən siz də oxumuşsunuz ki, Babəki ərəblərə kim təhvil verdi, kim təslim elədi? Səhl ibn Sumbat erməni deyilmi? Xeyr, Səhl ibn Sumbat. Bilirsiniz, həm deyirik ki, ermənilər bu bölgəyə dünən gəlib, həm deyirik ki, onu heç kəs inkar eləyə bilməz ki, ermənilər burada yaşamayıb. Məsələn, ayrı şeydir, bunlar ayrı-ayrı mövzulardır. O inkarçılıq, tamamilə inkarçılıq ki, erməni 19-cu əsrdə gəlib, nə bilim, 20-ci əsrdə gəlib. Bunu sən dəqiq sübut eləyə bilməlisən, eləyə bilmirsənsə, bu sənin əleyhinə işdir. Amma əgər biz həmin o tarixi oxuyuruqsa, bizim öz yazdığımız tarix, Azərbaycan tarixini oxuyuruqsa, Babəki ərəblərə kim təhvil verir? Alban əsilli qraf. Bizim dediyimizin... Bunu erməni tarixşünaslığından başqa, bütün Sovet Rus tarixşünaslığı da onu Alban kimi tərcümə edir. Bunu biz demirik. Bunu məsələn dünya tarixi deyir. Kilikya çarlığı olub Osmanlının tərkibində. Osmanlı onu hər cür şərait yaratmışdı, hər cürdə imkanları var idi. Yarım müstəqil dövlət idi, amma yenə də Osmanlıya xəyanət edir. Osmanlının Sadiq milyar. Və yaxud da Osmanlının tərkibində Qaraman bəylər bəylikdə üsyan qaldırıb Türk idi. Bu erməni xislətindədir. O Sovet dövlətinə gəlir ya. Məsələn, biz özümüz yenə deyirəm, mən Ermənistanda böyümüş insanım. Onlar bizə necə baxırlar bilsəm, sadəcə dövr elə bir dövrdür ki, o nifrətini, o hisslərini açıq şəkildə bürüzə verə bilmirdilər. Amma siz baxın, Ermənistanda bir dənə vəzifələrdə Azərbaycanlı yox idi, qoymurdular. Ziyalıları sıxışdırırdılar, düşünən beyinləri oradan uzaqlaşdırırdılar. Bunları tədricən Azərbaycanlıları oradan deportasiya elədi. Bu təkcə Rusun işi deyil. Mən də ona görə dedim ki, Sovet dövründəki münasibəti xəyanətkar millətdir. Bu gün Rusun əlində oynayacaq, Rusun əlində maşı olacaq. Dünən İngilisin əlində idi, ondan qabaq Yunanın əlində idi. Mən də onu deyirəm ki, erməni xalqı ya özünü türklər demiş, arındırmalıdır, təmizləməlidir. Müasir dünyanın prinsiplərinə və düşüncəsinə uyğunlaşmalıdır. Ya da növbəti yüzillikdə erməni xalqı və Ermənistan olmayacaq. Yəni yol bundan keçir, başqa yolu yoxdur. Yəni bu təfəkkürlə indi Azərbaycanlılara nifrət var. Mən açığını deyim də, bir qədər də belə praktik danışsa, bu Zəngəzur dəhlizi açılsa, bir 3-4 ayda belə Naxçıvana gedib gəlsə, sonra təbii ki, hansısa Azərbaycanlı kafanda oturub bir çörək yemək istəyəcək, ondan sonra Göyçədə gedib balıq tutmaq istəyəcək. Erməni buna qarşı çıxacaqsa, onda doğrudan bizim başqa tavrımızı görəcək. Və erməni də bunu başa düşməlidir ki, biz burada gedə də bilərik, gələ də bilərik, gəzə də bilərik. Ya bunu başa düşməyəcək. Yenə də içində, yenə deyirəm, mən Sovet dövründə biz mehriban yaşayırdıq düşüncəsində deyirəm. Əksinə, Sovet dövründə biz hər birimiz içimizdə. Xeyli də Azərbaycanlılar var ki, danışırlar ki, nənəm, babam, ya atam mənə danışdı ki, ermənilər gəlib bizi qırdı. Tək onlar deyildi, bizim də düşüncəmizdə bu qalmışdı. Mən sadəcə, yəni artıq bunun yol olmadığını, ermənilərin hətta indiki ərazisinin belə onların tarixi ərazisi olmadığını, ondan artıq olduğunu, bu bölgədə Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq, dostluq münasibətindən başqa yolu olmadığını dərk etməsi və bunu dərk etməyəcəksə gələcəyin olmamasını başa düşməsinin tərəfdarıyam.